Salam əziz dostlar. Bugünkü dərsimizin mövzusu dil və beynəlxalq parametrlərin tənzimlənməsi olacaq. Əlbəttə, bu mövzunu ekrana çıxarmaq üçün ilk növbədə bizə push menüsü, nastroyka sətrini, daha sonra panel upravleniya sətrini seçmək lazımdır. Qarşıya çıxan idarəetmə paneli elementləri içərisində yazık i regional standart adlanan xüsusi bir proqram ekrana çağırılır. Proqram seçilə bilən 3 səhifədən ibarətdir. Birinci səhifə regional parametr adlanır, yəni beynəlxalq parametrlər. Seçilmiş dilə uyğun beynəlxalq parametrlər tənzimlənir. Bizim nümunədə rus dilidir və rus dili olduğu üçün burada müxtəlif parametrlər artıq rusca verilib. Məsələn, çislo adlanan hissədə rəqəmlərin sayı göstərilir, yəni 1-dən 9-a və bir də ki, rəqəmlər summa denik adlanan sahədə məbləğin növü göstərilir, yəni rus olduğu üçün rubl göstərilib. Vremya adlanan sahədə vaxt tənzimlənir, rus dilində vaxt bu cür tənzimlənir. Kratkaya data adlanan sahədə qısaldılmış tarix verilir. Bizim nümunə 2011-ci il fevral ayının 28-ni göstərir və polna data hissəsində isə gördüyümüz kimi tam olaraq tarix verilir. Yəni 28 fevral 2011-ci il. Əlbəttə bizim tarix səhv göstərir. Bu nümunədə biz tarix və vaxtın tənzimlənməyini digər dərslərdə öyrənmişik və bunu müvafiq olaraq siz tənzimləyib düzəldə bilərsiniz. Rus dili sahəsindən biz digər sahələri seçə bilərik. Məsəl üçün deyək ki, biz seçdik İslandiyanı və bu zaman İslandiyada tətbiq olunan bütün beynəlxalq parametrlər dəyişildi və təxminən əməliyyat sistemi İsland dilində olan parametrlərinin kökləndi. Nümunəni geri qaytaraq, yəni əməliyyat sistemini palmalçini olaraq qəbul edək rus dilini, yəni rus dili olaraq seçilsin. Əgər biz yaşadığımız yerdən asılı olaraq bizə xəbərlərin, hava haqqında məlumatların və digər belə deyək, informasiyaların bizə hansı dildə gəlməsini istəyiriksə, onu bu dili seçmək lazımdır. Bizim nümunə üçün США seçilib, yəni İngilis dili məlumatlar bizə kompüterə daxil olsun. Rus dilində bağlı olan sətirdə xüsusi bir nastroyka düyməsi var. Həmin nastroyka düyməsi beynəlxalq parametrlərin bizim tərəfindən dəyişilməsini tətbiq edə bilir. Məsələn, vremya sahəsində biz saniyəni, vaxtı özümüz də göstərə bilərik. Əlbəttə, bu kifayət qədər vaxt alacaq. Biz bunu konkret olaraq göstərməyəcək və ümumi tanışlıq üçün bunu deyirik. Data sahəsində illəri göstərmək olar, yəni hansı il necə göstərsin və s. Yazıki adlanan səhifə dillə bağlı olan parametrlər dəyişilir. Bu dil menyularda və dialoq pəncərələrində istifadə olunan dili göstərir. Hal-hazırda bizim əməliyyat sistemimizin dili rus olduğu üçün bu sahədə ruski yazıq göstərilir. Əgər biz əməliyyat sistemimizin dilini ingilis dilinə dəyişmək istəyiriksə, bu zaman English adlanan sətr seçilməli və primitiv düyməsi sıxılmalıdır. Və nəticədə qarşıya çıxılmış mesaj OK düyməsi sıxılır və sistem yenidən kompüterə yüklənilir və bu zaman növbəti yüklənmə zamanı sistemimizin dili artıq ingilis dilində olacaq. Biz əməliyyatımızı təksib eləyək və qaytaraq yenidən rus dilinə və primitiv düyməsini sıxaq. Beləliklə bizim parametrlərimiz yenidən rus dilinə kökləndi. Podrobnoy adlanan xüsusi düymə vasitəsilə dil parametrləri üzərində başqa digər dəyişikliklər yerinə yetirmək olar. Diqqət edin, birinci sahə yazıq vurvada palmalçini deməkdir. Yəni, mətn daxil edilən zaman qəsdən sonra qəbul olunmuş dil bizdə rus dilidir. Əlbəttə, biz bu dili dəyişib ingilis dili də eləyə bilərik. Bu zaman bütün proqramlarda daxil olmuş dil qəsdən sonra ingilis dili qəbul olunacaq. Tətbiq kimi primitiv düyməsini sıxırıq və növbəti yüklənmə zamanı biz həmin dil panelində dilin ingilis dili olduğunu görəcəyik. Biz dil panelinə yeni dil əlavə etməyi də öyrənək. Gördüyümüz kimi 3 dil bizim dil panelimizdə mövcuddur. Məsələn, digər növbəti dili əlavə edək. Əlavə etmək üçün добавить düyməsi sıxılır. Açılmış добавление языка вывода adlanan pəncərədə yazıq vывода sahəsində istədiyimiz dili seçək. Məsələn, deyək ki, biz Belarus dilini həmin dil panelinə əlavə etmək istəyirik. Bu zaman OK düyməsi sıxdıq, primitiv verdik. Və nəticədə Belarus dili bizim dil panelimizə əlavə olundu və biz əgər dil panelimizi ekrana çağırsaq, görəcəyik ki, Belarus dili artıq dil panelimizdə öz əksini tapıb. Əlavə etdiyimiz dili çox asanlıqla silmək olar. Bunun üçün
həmin əlavə etdiyimiz dil üzərində seçilir. Digər parametrlər deyil, məhz dilin özü seçilir və udalit düyməsi sıxılır. Beləliklə əlavə etdiyimiz dil həmin siyahıdan çıxarılır. Təsdiq üçün premit düyməsini sıxaq ki, siyahıda artıq həmin dil çıxsın və beləliklə gördüyümüz kimi siyahıdan həmin dil çıxıb. Hər bir əməliyyat sistemində olduğu kimi bu əməliyyat sistemində də dil paneli ilə bağlı müxtəlif tənzimləmələri yerinə yetirmək olar. Yazıqavoy panel adlanan xüsusi düymə dil paneli ilə bağlı bəzi məsələləri tənzimləyir. Xüsusən dil panelinin tapşırıqlar zolağında görsənməsi üçün, yəni işçi stolunda görsənməsi üçün burada xüsusi bir sətr var, orada işarələnib. Əgər bu sətri biz yığışdırsaq və OK düyməsini sıxsaq, biz artıq tapşırıqlar zolağında dil panelini görməyəcəyik. Və bu düyməni yenidən ekrana çağıraq, vuraq və həmin sətri yenidən işarələsək və OK düyməsini sıxsaq, biz dil panelimizi ekranda görəcəyik və müstəqil şəkildə görəcəyik. Artıq biz onu ekranın istənilən yerinə sürüşdürüb darta bilərik və eləcə də dillə yanaşı onun əlavə parametrləri də öz əksini tapır. Və bu sürüşdürmə zolağının köməyi ilə sol düyməni sıxaq və onu buraxmadan tapşırıqlar zolağına endirək və beləliklə dil və onunla bağlı olan digər parametrlər də ekrana çıxdı. Digər əlavə parametrlərin yığışdırılması üçün paneldən, bunun üçün yazıqavoy panelə daxil oluruq və burada görürük ki, doполнительный значок на paneli задача adlanan sətr işarələnib. Bu işarəni buradan yığışdıraq və OK düyməsini sıxaq. Beləliklə əlavə işarələr də dil panelindən itdi. Növbəti əməliyyat parametr klaviatura ilə bağlı olacaq. Yəni klaviatur parametrlərinin tənzimlənməsi. Əlbəttə biz əvvəlki dərslərimizdə klaviatura parametrlərinin tənzimlənməsini öyrənmişdik, lakin bu dillə bağlı olan klaviatur parametrlərini tənzimləyir. Və bu parametrləri bir-bir incələyək. İlk növbədə doполнительный parametr klaviatura adlanan pəncərə aşağıdakı məsələlərini əks etdirir. Məsəl üçün, отключение rejima caps lock. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər klaviaturada caps lock düyməsi sıxılıbsa, elə eyni adlı düymə ilə də həmin rejim sönür. Əgər biz shift klavişi adlanan sahə seçilərsə və OK düyməsi sıxılarsa, bu zaman caps lock düyməsi ilə əməliyyat aktivləşəcək, lakin caps lock düyməsi ilə sönməyəcək. Bunun üçün vurulması üçün shift lazımdır. Yəni bu ona görə qoyuldu ki, biz klavişi shift adlanan sətri seçdik. Əlbəttə bu yazı zamanı əhəmiyyətli bir əməliyyatlardan biridir və öz zövqünüzə uyğun tənzimləyə bilərsiniz. Digər vacib məsələ dil panelində olan dillərin klaviatura vasitəsilə dəyişdirilməsidir. Adi qaydada alt və shift düymələri bir yerdə sıxdıqda, biz bu əməliyyatı indi ayağını tətbiq edəcəyik, bir yerdə sıxdıqda dil parametrlərinin necə dəyişdiyinə fikir verir. Mən hal-hazırda klaviaturada alt və shift düymələrini eyni zamanda sıxıram. Biz öz zövqümüzə uyğun həmin alt və shift əvəzinə Ctrl Shift-də dəyişə bilərik. Bunun üçün приключение между языковым выводом adlanan sətr işarələnir və smena сочетания klaviş adlanan düymə sıxılır. Və qarşımıza çıxan pəncərədə biz bunu Ctrl-la əvəzləyirik. Yəni Ctrl sahəsində ox işarəsi qoyulur və OK düyməsi sıxılır və OK düyməsini sıxdıq. Beləliklə artıq biz klaviaturada Shift Alt deyil, Ctrl Shift düyməsini sıxmaqla klaviatura vasitəsilə dil panelində olan dillərin birindən digərinə keçidi təmin etmiş oluruq. Maraqlı məsələlərdən biri əlbəttə biz istənilən dilə müəyyən bir düymə təyinatı da verməkdir. Məsəl üçün, əgər biz konkret rus dilinə məsəl üçün müəyyən bir düymə təyinatı vermək istəyirik. Deyək ki, istəyirik ki, biz klaviaturada Ctrl Shift və məsəl üçün 3 rəqəmini vursaq, birbaşa keçsin rus dilinə. Və 3 rəqəmini seçdik, Ctrl Shift işarələdik, OK düyməsini sıxdıq, tətbiq üçün OK vurduq. Diqqət edin, mən Ctrl Shift 3 rəqəmini vursam, avtomatik olaraq klaviaturadakı əməliyyat tətbiq olunur və tapşırıqlar zolağında biz konkret həmin dilin əvəzlənməsini göstəririk. Bu nəyə görə lazımdır? Əgər bizim dil panelimizdə bir və ya bir neçə dillər çeşidi varsa, məsələn, təxminən 10-a yaxın dil əlavə etmişiksə və onlardan birindən digərinə keçid bizi, belə deyək, maneçilik törədirsə, o zaman buna vermək olar. Məsələn, Ctrl Shift 5. Bu deməkdir ki, 5-ci dilimiz deyək ki, məsələn, Azərbaycan dilidir. Azərbaycan dilinə birbaşa keçiddir. Yəni, bir də bu düymələri bir neçə dəfə sıxmalıq məcburiyyətində qalmırıq. Bu dil paneli ilə bağlı olan bəzi məsələlər və onların tənzimlənməsi qaydaları idi. Hesab edirəm ki, bu mövzu sizin ürəyinizdə oldu. Doполнительный bölümü
digər parametrləri tənzimləyir. Mən bu xüsusən Unicode rejimində yığılan dillər üçün nəzərdə tutulub. Bizim nümunə üçün Ruski seçilib və sizin nümunədə də hesab edirəm Rus dili seçilsə, bütün parametrlərin Rus dilində olmasını artıq siz görə bilərsiniz. Əgər ingiliscə seçilibsə, onda əməliyyat sisteminizin müəyyən komandaları ingiliscə görsənəcək. Deyək ki, kompüterə yüklənmə zamanı kompüterin salamlanması ingiliscə olacaq və digər əmrlər. Rus dili seçilibsə, bu zaman bütün parametrlər Rus dilində öz əksini tapacaq. Bu xüsusi proqramlara aiddir. Yəni elə proqramlar var ki, dil panelindən bu tipli tənzimləmənin aparılmasını istəyir. O da əlbəttə proqramdan asılı olaraq dəyişilir. Amma əməliyyat sisteminin özü üçün elə Rus dilinin seçilməsi kifayətdir. Əlbəttə nəzərə alsaq ki, əməliyyat sistemində əgər dil paketi yoxdursa, onda biz elə bir dillə istifadə etməyə məcburiyyətində qalacağıq. Əgər bu sahə əməliyyat sisteminin özündə görsənmirsə, yəni dil paneli sahəsində görsənmirsə, bu deməkdir ki, əməliyyat sistemimiz bir dillədir. Ona görə sizə ayrıca dil paketi yüklənməlidir. Çox vaxt bu dil paneli bəzən görsənmir, çox vaxt istifadəçinin belə deyək, səhvi ucbatından dil panelinin silinməsinə nəticələnir. Ona görə də əməliyyat sisteminə ayrıca olaraq dil paneli yazılması məsləhət görülür. Dil və beynəlxalq parametrlərin tənzimləməsi mövzusu bura qədər. Hesab edirəm mövzu dediyim kimi ürəyinizcə oldu və öz zövqünüzə uyğun dil parametrlərini dəyişib işləyə bilərsiniz. Sağ olun.